Değerli izleyiciler, ben hal-hazırda Xocalı rayonunun Kosalar kəndində Fışqanın Düzü adlanan ərazidəyəm. Bu gördüğünüz şam ağaçlarıdır. Bildiğimiz kimi Kosalar kəndində təbii halda şam ağaçları bitmir. Birazdan burada kimlerin bu şam ağaçlarını əkdiyini öğrenəcək. Xahiş edib videonu axıra kimi izləyəsiniz. Torpaqlarımıza qarşı erməni qəsbkarları təcavüzə başlayan gündən Kosalar kəndindən olan könüllülər özünü müdafiə dəstələri yaratdılar. Münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi Kosalar kəndində də əhalinin əlində olan ov silahları yığılmışdır. Buna baxmayaraq özünü müdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək kəndin müdafiəsini təşkil etdilər. Döyüşlərdə şəhid olan, yaralanan və itkin düşən olmasına baxmayaraq igid oğullarımız öz yurtlarını düşmənə vermədi. Öz itkisindən çox düşmənə itki verdi. Göründüyü kimi kəndi Qəhrəman kənd adlandırmaq olar. 1992-ci il may ayının 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Mülki əhalini çıxartmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yalova, Canhəsən, Qaraqav döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Artıq ermənilər bu istiqamətdə də hərbi texnika çıxartdı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali apara bilmədiyi texnikaya və daşınılmaz əmlaka düşmənə qənimət qalmasın deyə od vuraraq dağlarla çıxmağa məcbur oldular. Değerli izleyiciler, bu abidəni və bu ağacları Xocalı rayonunun Kosalar kəndi ərazisində Fışqanın Düzü adlanan ərazidə mənfur düşmənlərimiz salıblar. Bu ağacları mənfur düşmənlər əkiblər və abidəni Xocalı rayonu Kosalar kəndi uğrunda gedən döyüşlərdə məhv edilmiş 211 erməni quldurunun xatirəsinə ucaldıblar. Abidənin hər tərəfində top mərmiləri və güllədən deşlənmiş kaskalar var. Bildiyimiz kimi Xocalı rayonu Kosalar kəndi ərazisində heç bir yerdə şam ağacları bitmir. Bunu Kosalar kəndinin işğalından sonra mənfur düşmənlərimiz bu ağacları əkiblər. Bu o deməkdir ki, 1-ci Qarabağ müharibəsində bizim qəhrəmanlıq hekayələrimiz də yazılıbdır. Bu kənd uğrunda gedən döyüşlərdə yüzlərlə erməni qulduru məhv edilmişdi və ermənilərə Kosalar igidləri 3 dəfə matəm elan etdiribdi. 1-ci Qarabağ müharibəsində Kosalar döyüşçüləri qəhrəmancasına döyüşərək öz kəndlərini axıra qədər layiqincə qoruyub və düşmənə qarşı layiqli mübarizə aparmışlar.